Gözəlliyin, zənginliyin, qürurun, malın mülkün, vəzifən hardadır? Yer üzündə özündən razı şəkildə gəzən, kiçik dağları mən yaratdım egosuna sahib olan, kiçik beyni ilə insanları alçatmağa çalışan, həyatı, status və dünyada qazanacağı müvəqqəti uğurlardan ibarət zənn edən, təkəbbür sahiblərindən hər birinin sonu budur. Pulun satın aldığı insanların sonu budur. Vəzifəyə gəlmək üçün şəxsiyyətini satan, ətrafını əzən, insanlara zülm edərək bir şeyi əldə etməyə çalışanların sonu budur. Həyatını gözəlləşməyə, bəzənməyə həsr edən, dərisi qurumasın deyə hər gün diqqətlə kremlənib yumuşaldılan bədənin sonu budur. Həyatını fitness salonlarında, ayna qarşısında, əzələlərinə baxaraq keçirən, tək hədəfi bədən böyüdüb, bununla sosial şəbəkələrdə fotoşəkil paylaşmaq olan kəslərin də sonu budur. Çalışın, müvəffəqiyyət qazanasınız, həyatı gözünüzdə böyütməyəsiniz. Çalışın, insanlara fayda verəsiniz. Keyfli İskəndər kimi. Cəlil Məmmədquluzadənin məşhur Ölülər əsərinin əsas qəhrəmanı olan Keyfli İskəndərdən danışacağıq. Filmdə hər kəsin sevə-sevə baxdığı İskəndər əslində kim olub? Mirzə Cəlil nə üçün onu keyfli adlandırıb? Əməkdaşlarımız vaxtilə İskəndərin yaşadığı Ağcabədi rayonunun Hüslü kəndində olub. Kənd sakinlərinin bu barədə fikirlərini öyrəniblər. Allons enfants de la patrie. Je suis allé au marché aux oiseaux et j'ai acheté des oiseaux pour toi mon amour. Je suis allé au marché aux fleurs et j'ai acheté des fleurs pour toi mon amour. Beni ağlamırsınız. Axı biz qanmırıq, sən nə danışırsan? Və səhərdən molla deyəndə qanırdınız. Gözünüzün yaşını tökürdünüz. O ərəbcə deyir, mən firəncə. Və necə olur, onu qanırsınız, məni qanmırsınız. Ağla da nə? Ağla! İtil buradan! Mürtad oğlu mürtad! Əsərin əsas qəhrəmanı İskəndər Ağcabədi rayonunda doğulub və Hüslü kəndində yaşayıb. Cəlil Məmmədquluzadə əsərində İskəndər haqqında yazmağı da təsadüfi deyil. O dövrdə Mirzə Cəlil Kəhrizli kəndində yaşayıb. İskəndərin Cəlil Məmmədquluzadə ilə qohumu əlaqəsi də olub. Onun həyat yoldaşı Həmdə xanım İskəndərin həyat yoldaşı Bahar xanımla qohum olub. Bu səbəbdən də Cəlil Məmmədquluzadə tez-tez Hüslü kəndində olub. Ona kefli ləqəbin verilməsinin maraqlı tarixçəsi var. Dövrünün ali təhsilli ziyalılarından olan İskəndər əslində Ölülər əsərində kefli kimi qələmə alınıb. Real həyatda isə İskəndər dövrünün Avropada təhsil alan nadir şəxslərindən olub. Hüslü kəndinin ağsaqqalları deyir ki, bəy nəslinin nümayəndəsi olan İskəndər həmişə sadə insanların əməyinə qiymət verib, hamıya düzgün yol göstərib. İnsanlara qarşı haqsızlıq edənlərin ifşasına çalışıb. Onun bu xüsusiyyətlərini qəbul etməyənlər isə İskəndəri gözdən salmaq üçün ona kefli ləqəbini veriblər. Əslində İskəndər barədə danışılan mövzular İskəndər tarixi real şəxsiyyətdir. İskəndər Avropada, Fransada təhsil almış dövrünün son dərəcə bir müasir insanı olub. Təbii ki, o müasirliklə onun yaşadığı mühitin arasında əks bir güclü əksliklər var idi. Eyni zamanda o texnologiya üzrə qutarmışdı, onun üzüm bağları vardı. O kəlləklərdə bizdən sağda Muğanniyə gedən yolun üstündə o üzüm istehsal eləyirdi və çaxır indiki dildə desən istehsal eləyib, onu faytonla Bakıya aparıb kəlləklər vasitəsilə Avropaya yollayırdı. Belə bir insan idi. Eyni zamanda İskəndər məşhur bizim bu dünya miqyasında mən Mirzə Cəlil ilə belə şəxsiyyət deyil, Allah ruhunu şad eləsin. Mirzə Cəlillə Həmidə xanımla qohumluq əlaqəsi vardı. Ümumiyyətlə bu kəndin Həmidə xanımgillə əlaqəsi daha dərindi. Oradan bu kənddə 12 gəlin oldu. Onun biri də rəhmətli İskəndərin həyat yoldaşı Bahar xanım oldu. Allah ona rəhmət eləsin. Bahar xanım Həmidə xanım Cavanşirin əmsi qız olub. Ona görə də bunların getgəlləri var idi və İskəndər son dərəcə müasir insan olduğuna görə Həmidə xanımın
ona daha çox böyük bir, nətər deyirlər, elmi dildə bir simpatiyası vardı. İstiliyi vardı. Bir şey mən qeyd edə bilərəm ki, Mirzə Cəlil, mən ümumiyyətlə tədqiqatçı deyiləm, amma bu sahə hamı üçün maraqlı olduğu kimi mənim üçün də maraqlı olmuşdu. Mirzə Cəlil özü İskəndəri görməmişdi. Onun oğlu Xudadad Qori müəllimə seminariyasında oxumuşdu və onu da qeyd edeyim ki, bu sözümün arasında Xudadad Azərbaycanın 27-28-ci illərdə ağır sənaye naziri olubdur. Və bu bizim milli burjuaziyaya qarşı olan ögeylikdən Xudadad Avropaya miqrasiya edir. Və Xudadadın anası Bahar Həmidə xanımdan yaxın idi. Həmidə xanım xatirələrində yazır ki, mən Mirzə Cəlildən soruşdum ki, Mirzə Cəlil, bu ifrat dərəcədə bu hüsülü qohumudur, ağrabə idi, biraz da dərinliyə getmirsən də. Deyir ki, Həmidə xanım, buna bənzər hadisələr İrəvanda da olmuşdu, Mehrəmdə də olmuşdu. Amma İskəndər real mən gördüyüm, onun evladı ilə. Hətta belə Mirzə Cəlilin cild əsərlərinin 6-cı cildində yazır ki, Həmidə xanıma məktublaşırlar. Deyir, mən Xudadadla Hüsülüyə getmişdim və Hüsüldə çox böyük üzüm balıqları vardı. Onun atası Hacı Həsənin də, onların, mən belə şəxsən fikirləşirəm, Cənubi Azərbaycandan bura vaxtilə miqrasiya eləmiş adamlardan da. Baxmayaraq ki, o dünya üçün müasir bir insan idi, yerli mühit üçün, məsələn, ona o hər şeyə, o fanatizmə biganə, laqeyd yanaşdığına görə, xalq ona öz yanından, xalq da o qədər inkişaf eləmişdi, bir ad qoymuşdu, Kefli İskəndər. Yəni, o, hamı deyən kimi fikirləşə bilmirdi, hamı bir cürə fikirləşirdi. Bax, bunların fərqi idi. O fərq məzunda idi ki, bu reallıqda dərkiyyatı çox yüksəkdə idi. Avropa təhsil almış adam, siz təsəvvür eləyin, 1902-ci ildə sən o vaxtlarda gələsən bura, ta burada da indi Mirzə Cəlilin elə o mövzulara çox meyli olub, nə bilim, poşqutsudur, nədir, onlar elə mühiti insanlardır da. Burada rəhmətlik bizim ağsaqqallarımız vardır. Bunlar da bizim o ağsaqqalların balalarından da Allah rəhmət eləsin. Burada bizim Zülfiqar müəllim vardı. Zülfiqar müəllim faytonu sayin deyir. Faytonu sayin. Bir şey də deyim, Mirzə Cəlilin bizə nədir? Bax, bu gün o bizə nə bir yaxşılıq eləyib, nə xeyir verib. Deməli, o bunlara yenə qohumdur. Bax, burada bir rəhmətli, Allah rəhmət eləsin, müəllim. Rəhim bəy. Deməli, Rəhim bəy Novruzov da həmən o Fərux bəylə qohum olub və deməli, həmən o kişinin köməkliyi ilə burada orta məktəb açıblar. Bizim bu kətdən 3 adam Qori müəllimlə seminariyasını qutarıb. 3 adam. İskəndər obrazı insanın beyninin için silkələyən bir obrazdır. Böyük bir mütərəqqi obrazdır və heylə tarixi şəxsiyyətə laqeydlik də yerinə düşür. Sənin bu gününü görməydim İskəndər. Mən seminariyanın bütün məzunları ilə məktublaşıram. Bir də səninlə əlaqəm kəsin. Heç xəyalıma gətirə bilməzdim ki, sənlə bu vəziyyətdə görüşəcəm. Seminariyada biz sənə bunu mu öyrətmişdik? Seminariya başqa, həyat başqa, hörmətli Rəşid bəy. Qoridə bizə dediyiniz o gözəl fikirlər, avvamlıqla, cəhalətlə rastlaşan kimi hamısı dağılıb getdi. Avamın yanında mollanın sözü keçir, bizim yox. Bizim aqibətimiz isə ya o, bu Çit Eləsənov kimi lağa qoyulmaqdır, ya da mənim kimi işkiyə qoşanmaqdır. Sakinlər deyirlər ki, İskəndərin ailəsi sonralar xarici ölkələrdən birinə köçüb. Hazırda Kefli İskəndərin övladının xaricdə yaşadığı da ehtimal olunur. Azərbaycanda isə həmin nəsildən kimsənin olmadığı deyilir. Hüsülü kəndində isə uzaq qohumlara yaşayıb. Onlar da xaricdə yaşayırlar. Mövsümü olaraqsa Hüsülü kəndinə gəlirlər. İskəndər Hüsülü kəndində dəfn olunub. Onun atası Hacı Həsənin də qəbri həmin kənd qəbirstanlığındadır.
Eşidirsizmi beni? Sakit olun ay rəhmətliklər. Görün size ne deyirəm. Ölüler, bir gün Şeyh Nesrullah gelip duracak sizin başınızın üstünde, amirane bir terzde diyecek: ey Allah'ın mümin bendeleri dirilin! Bak onda ne bade Şeyh Nesrullah'ın sözlerine kulak asasız. Ha. Siz gelin bu kefli İskender'in sözlerine emel eləyin. Ölüler! Ölüler! Merhum, məzlum ölüler! Necə yatıbsızsa eləcə də yatın. Allah size rəhmət eləsin, ölüler!